Salam, hər vaxtınız xeyir olsun. Bugün qanın tərkibi, qan qrupları mövzusunun testlərinə baxacağıq. Birinci sualdan başlayaq. Eritrositlər əmələ gəlir. Eritrositlər qırmızı sümük iliyində əmələ gəlir. 120 gündən sonra qaraciyərdə, dalaqda parçalanırlar. 2. İnsanda trombositlər, yəni qan lövhəcikləri yaranır. Trombositlər də eritrositlər kimi qırmızı sümük iliyində əmələ gəlir, qaraciyərdə və dalaqda parçalanır. Bunların trombositlərin ömrü isə 7-10 gündür. Eritrositlərin parçalanması baş verir, dedik ki, qaraciyərdə və dalaqda parçalanır. 4. Leykositlərin yaranması əsasən baş verir. Leykositlər əsasən qırmızı sümük iliyində və limfa düyünlərində yaranır. 5. Qanın formalı, qanın hansı formalı elementləri və ya onların tərkib hissələri qazlar mübadiləsində iştirak edirlər. Qazlar mübadiləsində eritrositlər və onun tərkibində olan zülal, hemoqlobin iştirak edir. Hemoqlobin oksigenlə və karbon qazı ilə birləşir və qan dövranında, belə deyək, o qazları daşıyır. Hemoqlobin oksigenlə birləşəndə oksihemoqlobin, karbon qazı ilə birləşəndə karboksihemoqlobin əmələ gətirir. Leykositlərin funksiyası isə orqanizmin immun sistemini gücləndirir, immun sistemini qoruyur. Yəni, əgər orqanizmə yad cisim, virus, bakteriya daxil olsa, onları zərərsizləşdirir. Yalançı ayağı var, amöb kimi yalançı ayaq vasitəsilə hərəkət edir, yad cisimləri tutur və onları zərərsizləşdirir. Qan lövhəcikləri, trombositlərin funksiyası isə qanın vaxtalanmasıdır. Bu trombositlər çox kövrək maddələrdir. Hava ilə təmasda olan kimi dağılırlar. Məsələn, təsəvvür edin, barmağımızı kəsmişik. Az-azlıq bir kəsikdən bu trombositlər olmasa biz çoxlu qan itirə bilərik. Amma trombositlərin sayəsində orada tromb əmələ gəlir və qan itkisinin qarşısı alınır. Sadə şəkildə desəm, trombositlər hava ilə təmasda olan kimi tromboplastin əmələ gətirir. Tromboplastin də plazmada olan fibrinogeni fibrin zülalına çevirir. Hansı ki, fibrinogen də qaraciyərdə sintez olunur. Deməli, nədir? Fibrinogeni çevirdi fibrinə. Bu fibrin yaranın üzərini tor kimi tutur, orada tromb əmələ gətirir və beləliklə çoxlu qan itkisinin qarşısı alınır. 6. Variantların hansında yalançı ayaqlara malik olan qan hüceyrələrinin quruluşu, əmələ gəldiyi yer və funksiyası daha düzgün göstərilmişdir. Yalançı ayaqlara malik olan leykositlərdir. Leykositlər də rəngsizdir, nüvələri var. Nüvəsi yoxdur deyir, bu da nüvəsi yoxdur deyir. Əmələ gəlir harda? Sarı sümük iliyində əmələ gəlmir. Qırmızı sümük iliyində və limfa düyünlərində əmələ gəlir. Funksiyası yad cisimcikləri tutub həzm etməkdir. Doğru cavab B bəndi olar. Burada D niyə səhvdir? Deyir, yalnız dalaqda əmələ gəlir. Dalaqda parçalanır, əmələ gəlmir. 7. Fəal hərəkət etmək qabiliyyətinə malikdir. Leykositlər yalançı ayaqların sayəsində hərəkət edirlər. Hemoqlobin nədir? Hemoqlobin eritrositlərin tərkibində olan zülaldır. 9. Yaşlı insanda yeni leykositlərin yaranması adətən gedə bilməz. Leykositlər harada yaranır? Limfa düyünlərində və qırmızı sümük iliyində. Qaraciyərdə yaranmaz, sarı sümük iliyində yaranmaz. A bəndi. 10. Bunu silək. 4 qan qrupunun köçürülməsinin mümkünlüyünün düzgün olduğu sxemi müəyyən edin. Baxaq tək-tək. Məsələn, burada birinci sxemdə 3 ilə 2 arasında ox var. Nə 2-3-ə, nə 3-2-yə qan verə bilməz. 3-də də onun kimi, 4-də də onun kimi, 5-də də onun kimi olmaz. 4-də 1 burada 2-3-ə qan verə bilər, amma 4-dən 1-ə tərəf çəkib oxu. Olmaz. Sxem olmalıdır 2-də kimi. 1, 3-ə, 4-ə
1, 2-yə, 4-ə, 3-ə qan verə bilir. 4 hamıdan alır və təbii ki, bir-birlərinə də, yəni özlərinə də qan götürə bilərlər. Doğru sxem yalnız 2 olacaq. 11. Sağlam insanda qan plazmasının tərkibində hansı olmaz? Ümumiyyətlə, sağlam insanın qanı nədən ibarətdir? Plazmadan və formalı elementlərdən. Qanın formalı elementləri bilirsiniz, eritrosit, leykosit, trombositdir. Plazması isə bura aiddir üzvü və qeyri-üzvü maddələr. Su 90%-ni təşkil eləyir, qeyri-üzvü maddədir. Amin turşusu var, mineral duzu var, glikoza, sadə karbohidratdır var. Amma nişasta olmaz. Nəyə görə? Çünki nişasta mürəkkəb karbohidratdır. Qana yalnız sadə karbohidrat keçə bilər. Amma parçalanmamış nişasta qana keçə bilməz. 12. Eyler-Venn diaqramına əsasən insan orqanizmi üçün uyğunluğu müəyyən edin. Eritrosit və leykositi verib, yetkin formalarında nüvə olmur, nüvəsi olmayan eritrositdir. Toxumalara oksigeni daşıyır, oksigeni daşıyan eritrositdir. Bəziləri hərəkət orqanoidinə malikdir, leykositin. Qırmızı sümü iliyində yaranır. Hər ikisi qırmızı sümü iliyində yaranır. Yetkin formaları xromosoma malikdir. Eritrositin nə nüvəsi var, nə də xromosomu var. Xromosomu olacaq leykositin. Qanın formalı elementidir. Hər ikisi qanın formalı elementidir. 1, 2, 4, 6, 3, 5 doğru cavab Y bəndi olacaq. 13. Məktəbli uşaqların qan analizi nəticələri mövcuddur. Cədvələ əsasən anemiya ola biləcək uşağı müəyyən edin. Cədvəldə normal insanda normal eritrositin sayı və hemoqlobinin sayı göstərilib. Normal aralıq, deməli eritrosit olmalıdır 4,3 ilə 5,29 arasında. Hemoqlobin 11 ilə 14,5 arasında olmalıdır. Lalədə eritrosit 5,2-dir. Normal aralıq daxilindədir. Hemoqlobin 13,5, bu da normal aralıqdadır. Amal eritrositi 5-dir, hemoqlobini 14, bu da normal aralıqdadır. Səkinənin eritrositi 2,5-dir. Normal aralıq minimum 4,3-dür, bunda 2,5-dir. Bu normal aralıqdan aşağıdadır. Hemoqlobin də 8,1-dir. Hemoqlobini də çox aşağıdır. Deməli, səkinə anemiya ola bilər. Ləman eritrositi 4,1 normal aralıqdadır. Hemoqlobini 13 olar. Nuray 5,1 yaxşıdır. 12,9 aralıq daxilindədir. Anemiya ola bilər səkinə. 14. 2 kub milimetr qanda minimum neçə formalı element vardır? Deməli, bir minimum deyirsə, ən az ədədlə götürməliyik. Eritrosit 1 kub milimetr qanda minimum 4 milyondur. 2 kub milimetr qanda olacaq 8 milyon. Trombosit 150 min 1 kub milimetr qandadır. 2 kub milimetr qanda olmalıdır 300 min. Leykosit 4-5 mindir. Minimum deyirsə də 4000-i 2-yə vururuq. Eləməlidir. Buradan yazmalıyam. Eləməlidir 8000. Bunları cəmləyəndə neçə edəcək? Bunları cəmləyəndə edəcək 8 milyon 308 min. Doğru cavab D bəndi olar. 15. Diaqramda qanın formalı elementlərinin 1 kub milimetr qandakı miqdarları əks olunmuşdur. Buna əsasən doğru bəndi müəyyən edin. Deməli, diaqramda ən çox miqdarı olan X-dir. Ən çox olanı da 4-5 milyon eritrositə düşür. Deməli, X eritrositdir. Ən az olan Z-dir, o da leykosit olacaq. 4-5 min, 4-10 min. Y-də trombosit 150-400 min olacaq. Z-in bəzi növləri yalançı ayağa malikdir. Leykositin bəzi növləri yalançı ayağa malikdir. Elə doğrunu istəyir, A bəndi olacaq.
Y rəngsiz və nüvəlidir. Trombosit nüvəsizdir. Döş boşluğundakı orqanlarda parçalanır. Eritrosit qaraciyərdən dalaqda parçalanır. Onlar da qarın boşluğundadır. X-in yetkin forması nüvəlidir, nüvəsizdir. Z qazlar mübadiləsində iştirak edirlər. Leykosit nə gəzir? Qazlar mübadiləsində Y-də yanlış olacaq. 16. İnsanın qan dövranını əks etdirən sxemə əsasən hansı rəqəmlərlə göstərilmiş damarlarda arterial, hansılarında isə venoz qan axdığını ardıcıllıqla müəyyən edin. Deməli, sxemdə 4 kameralı ürək göstərilib. Deməli, bizim sağımız şəklin soludur. Deməli, bu tərəf olacaq sol qulaqcıq, sol mədəcik, sağ qulaqcıq, sağ mədəcik. Böyük qan dövranı başlayır hardan? Sol mədəcikdən. Sol mədəcikdə arterial qan olur. Ürəyin sol tərəfində ümumiyyətcə arterial, sağ tərəfində venoz qan olur. Deməli, arterial qan sol mədəcikdən aorta damarı vasitəsilə çıxır. Sonra aorta damarı arteriyalara şaxələnir. Arteriyalar hər üzvdə daxil olur. Hər üzvə daxil olanda orada kapilyarlar əmələ gətirir. Kapilyarlarda gedir qazlar mübadiləsi. Yəni, oksigen toxumalara, hüceyrələrə ötürülür. Onlardan karbon qazı alınır. Nəticədə arterial qan venoz qana çevrilir. Sonra bu kapilyarlar orqandan çıxanda birləşir, iri vena damarına çevrilir. İri vena damarı orqandan çıxır. Gəlir, tökülür ürəyin sağ qulaqcığına. Sağ qulaqcıqdan tökülür sağ mədəciyə. Sağ qulaqcıqda artıq böyük qan dövranı bitdi. İndi sağ mədəciyə töküldü. Sağ mədəcikdən neynəməlidir? Bu getməlidir ağciyərlərə təmizlənməyə, arterial qana çevrilməyə. Artıq buradan başlayacaq kiçik qan dövranı. Sağ mədəcikdən ötürülür ağciyər kötüyünə. Ağciyər kötüyü ilə ürəkdən çıxdı, ötürüldü ağciyər arteriyasına. Ağciyər arteriyası ağciyərin daxilində kapilyarlara şaxələndi. Artıq burada yenə qazlar mübadiləsi gedəcək. Oksigen onlardan alınacaq, karbon qazı veriləcək. Yəni, çevriləcək təmiz qana, arterial qana və ağciyər venası ilə ürəkdən çıxacaq, gələcək ağciyər arteriyası ilə töküləcək hara? Ürəyin sol qulaqcığına. Burada artıq kiçik qan dövranı da bitmiş olacaq. Sağ qulaqcıqdan da töküləcək sağ mədəciyə. Yenə bu formada qan dövr edəcək. İndi bizdən soruşduğu odur ki, hansı damarlarda ardıcıl olaraq yazmalıyıq? Arterial, hansında venoz qan var? 2 ilə 3-də arterial oldu deməli. 1 ilə 4-də venoz qan olmuş olacaq. Bildinizdə, qırmızı ilə işarələdiyim arterial, mavi də olacaq venoz qan. 2, 3, 1, 4 doğru cavab Y bəndi olacaq. 17. Bəzi şəxslərə aid xüsusiyyətlər cədvəldə verilmişdir. B. RH müsbət qan qrupuna malik səbinəyə yuxarıdakı şəxslərdən kim qan verə bilər? Deməli, kim qan verə bilər? Biz əvvəlcə burada baxmalıyıq qan verənin, yəni donorun yaşına və çəkisinə. Əgər yaşı, çəkisi uyğun gəlirsə də, baxmalıyıq görək qan qrupu, rezus amili uyğun gəlirmi? Salihin yaşı 16-dır, çəkisi 57-dir. Bir aralıq var. 18-65 yaş aralığında insan qan verə bilər. 18-in altında insan qan verə bilməz. Bunun yaşı azdır. Çəkisi də 50 kiloqramın üzərində olmalıdır. Onun altında insan qan verə bilməz. Əkbərin yaşı uyğun gəlir 18-dən yuxarıdır, çəkisi də 50-dən yuxarıdır. Əkbər qan verə bilər və qan qrupu da uyğun gəlir, görürsünüz ki, BRH müsbətdir. Əsmər yaşı 15-dir, yaşı 18-in altındadır. Verə bilməz.
Nazlının çəkisi yaşa uyğun gəlir, amma çəkisi 50-nin altındadır. Deməli, Nazlı qan verə bilməz. Kim qan verə bilər Səbinəyə? Yalnız Əkbər. Doğru cavab Y bəndi. 18. Şahmar və Mətinin malik olduğu qan qrupları aşağıdakı alimlər tərəfindən kəşf edilib. Doğru mülahizəni müəyyən edin. Şahmarın qan qrupu Karl Landsteiner, Mətinin qan qrupu Yan Yaniski tərəfindən kəşf olunub. Landsteinerin kəşf etdiyi qan qrupları 1, bu formada yazacağım, 2, 3-cü qan qruplardır. Yan Yaniskinin kəşf etdiyi yalnız 4-cü qan qrupudur. Landsteiner həmçinin rezus faktoru da kəşf edən alimdir Alexander Wiener ilə birlikdə. İndi baxırıq, şahmar mətin üçün donor ola bilər. 1, 2, 3, 4-ə qan verə bilər. Düzdür, bizdən düzü istəyir, A bəndi olacaq. Şahmar 4-cü qan qrupuna malik ola bilər. Şahmar 4 ola bilməz. İkisi də eyni qan qrupuna malik ola bilməz. Bir-birləri üçün donor ola bilərlər. Donor qan verən, resipiyentə qan alandır, bilirsiniz bunu. Şahmar mətinə donor ola bilər, amma mətin şahmara donor ola bilməz. Mətin 1-ci qan qrupuna malik ola bilməz. Yalnız 4-cü qan qrupuna malik ola bilər. 18-də A bəndi doğru olacaq. 19. Yaşları və qan qrupları verilmiş insanlar arasında hansı rəqəmlə işarələnmiş qan köçürmələri mümkündür deyə soruşur. Baxaq, biz həm yaşa diqqət etməliyik, həm də qan qruplarına, rezus faktorlara. Birinci oxla göstərilib, 36 yaşlı bir insan, deməli yaşı uyğundur. Müsbət 1-dir, mənfi 2-yə qan verə bilir. 1-2-yə qan verə bilər, amma müsbət olduğu üçün, müsbət rezus faktorlu olduğu üçün mənfiyə qan verə bilməz. Nəyə görə? Çünki müsbət rezus faktorlu nə deməkdir? Yəni, bu insanın qanında xüsusi xassəli zülal var deməkdir. Mənfi isə o deməkdir ki, bu insanın qanında bu zülal yoxdur. Müsbət mənfiyə qan verə bilməz nəyə görə? Əgər müsbət insanın qanını mənfiyə köçürsəz, bu mənfi olan insanın o qanı, daha doğrusu o zülalı tanımayacaq. O zülal artıq bunun bədənində olmadığı üçün, onu tanımadığı üçün, onu yad cisim kimi qəbul eləyəcək, başlayacaq ona anticisimlər formalaşdırmağa. Anticisimlər də elə bil əsgərləridir. Çalışacaq o zülalı məhv etməyə. Bu proses bir müddət sonra təkrarlandıqda aglutinasiya baş verəcək. Yəni, köçürülən qandakı eritrositlər bir-birinə yapışacaq. Bu bir növ nəyə bənzəyir? Məsələn, evinizə tanımadığınız yad bir insan gəldikdə siz onu qəbul edərsinizmi? Etməzsiniz. Qan da o formada işləyir. Əgər bir insanın qanında o zülal yoxdursa, o zülalı o insanın qanına vursaz, o adam başlayacaq o zülala qarşı savaş açmağa, ondan dalaşmağa, onu məhv etməyə çalışacaq. Ona görə müsbət mənfiyə qan verə bilməz. Deməli, 1 olmadı. 2, 36 yaşı var, plus 1, 40 yaşlı 4-ə qan vermək istəyir. Plus 4-ə qan verə bilər. 4 onsuz da hamıdan qan ala bilir. 3, 22 yaşı var, 18 yaşdan yuxarıda uyğundur. Müsbət rezus faktorlu 3-cü qan qrupudur. Müsbət 4-ə qan verə bilər. 3 də olar. Burada yenə 4-də plus 3, minus 2-yə qan verə bilməz. 5-də 36 yaş 1, 3-ə qan verə bilər. 5 dolar. 6, mənfi müsbətə qan verə bilər, amma 14 yaşı var bunun. 18 yaşın altında olduğu üçün qan verə bilməz. 6 da olmaz. 2, 3, 5 doğru cavab B bəndi olacaq. 20. İnsanın qanında qazların daşınmasında iştirak edirlər. Qazların daşınmasında eritrositlər iştirak edir. Yetkin halda nüvəsi olmayan qan hüceyrələri, immunitetin əmələ gəlməsində yox, leykosit yox, oksigen və karbon qazını daşıyan zülal, yəni hemoglobin 1 və 4 olacaq. Qan lövhəcikləri də olmaz. 21. Cədvələ əsasən insan orqanizmində sxemdəki hansı qan köçürmələrinin mümkün olduğunu müəyyən
edin deyə soruşur. Qan qruplarını müəyyən etmək istəyiriksə, biz burada bu cədvəldə əsas baxmalıyıq eritrositlərdə olan antigenlərin mövcudluğuna. X-in eritrositlərində B antigeni var, A antigeni yoxdur. Deməli, ya bu BB-dir, ya da B0-dır. Anticismi də qan plazmasında olan, yəni məlum məsələdə anti-A var, anti-B yoxdur. Yəni, X olmalıdır 3-cü qan qrupu. Y-də A var, B yoxdur. Yəni, Y ya AA-dır, ya A0-dır. 2-ci qan qrupudur. Z-də nə A antigeni var, nə B antigeni var. Deməli, 0-0-dır. 1-ci qan qrupudur. K-da həm A var, həm də B var. Yəni, 4-cü qan qrupudur. İndi bizdən soruşur, hansı mümkündür? Məsələn, 1 2-yə qan verə bilər. 1 mümkündür. Y 2 4-ə qan verə bilər. 2 3-ə qan verə bilməz. Nə 2 3-ə, nə 3 2-yə qan verə bilmir. 1 3-ə qan verə bilər. 4 ümumiyyətcə kiməsə qan verə bilirmi? Verə bilmir. 5 də olmaz, 6 da olmaz. 1, 2 və 4 doğru cavablar olacaq. 22. Yaşlı insanın qanının 55%-ə qədərini plazma təşkil edirsə, plazmanın tərkibindəki suyun miqdarı neçə litrdir? 5 litr qan varsa da. Deməli, bunun ümumi 5 litr qanı var. Bu 5 litr ümumi 100%'dir. Nə qədərdir? Olmalıdır bizim 100%'imiz. Baxaq görək bu 5 litrin nə qədəri plazmadır? Onu tapmaq istəyirik. 55% isə X-dir. 55-i 5-ə vurub 100-ə böləndə etməlidir ki, tam %75. Bu 2 tam %75 litrlə tapdıq ki, plazmanın miqdarıdır. Plazma. İndi biz bunun tərkibində suyu tapmalıyıq. 2 tam %75 100% plazmadır. 100% ümumimizdir. Plazmanın tərkibində olur 90% su. 90'ı da X yazırıq. Buradan X edəcək. Cavabı buradan yazıram. 2 tam 1000'də 475. Bu qədər bu mövzunun sonuna gəldik. Əgər başa düşməyiniz qaranlıq qalan nəsə oldusa, şərhlərdə yaza bilərsiniz. Cavab verəcəm. Sağ olun.